Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Demək, Biləcəridə 203 nömrəli marşrutun son dayanacağından 100 metr məsafədə. Yəni, hörmətli izləyicilər, 203 nömrəli marşrut azadlığa işləyən bir marşrutdur, Azadlıq metrosuna işləyir. Bunu nəzərinizə çatdırın. Demək, həm Məmmədoğlu servizdən yolu var. Bir də Biləcərin mərkəzinin diaqonalidən elə bir Məlik Həsənov küçəsindən yolu var. Yəni, ikisinin ortasındadır. Amma marşruta yaxın ərazidə yerləşir, nəzərinizə çatdırım, son dayanacağına yaxındır. Ev, yəni nəzərinizə çatdırım, hörmətli izləyicilər, kirayə olan bir evdir. 2 dənə rahat bir evləri var. Hazır kirayədədir, 400 manatda gəliri var. Sonda mən sizə qiyməti nəzərinizə çatdıracağım. Bu evin xarici görünüşüdür. Bax, bu ev əsas evin, ev sahibinin yaşadığı evdir. 2 maşınlıq həyəti var, gördüyünüz kimi. Evin üstündə düzdür, bağırı, alan adam istəsə açada bilər. İndi kiraşini evləri göstərim. Ayrıca hal-hazırda evdə kirədə qalırlar. Düzdür, evin içini göstərə bilməyəcəm. Amma evlərin özünü göstərim ki, ətraflı məlumatınız olsun. Bax, burada bir ev var. 200 manata bir evi veriblər. Burada da bir dənə bir ev var. 200 manat tərəsi, 400 manat gəlir var. Buradan da keçirik. Burada kirələrin hamamıdır. Dalan adam özləri gəzdirər. Yəni, hazır ki, elə bir 3 dənə ev birdən satılır. Bunu nəzərinizə çatdırın. Yəni, bu kiraşilərlə ətraflı məlumatınız oldu kira evlərindən. İndi keçəyin, hörmətli izləyicilər, əsas evin özü ilə tanış olaq. Bax, görürsünüz, xodları ayrı, düzdür, bir qapıdan girilir. Amma evlər ayrı-ayrıdır da, yəni heç aidiyyəti yoxdur, xodları da ayrıdır. Keçən indi buradan əsas evin özü ilə tanış olaq. Həyətinə gördüyünüz kimi metlaq vırdırıb, drapları qoyulub, gördüyünüz kimi. Keçirik buradan evin içinə. 2 maşın rahat həyətinə elə girir. Buradan daxil oluruq evin əsas hissəsinə. Ev təmirlidir. Gördüyünüz kimi, girən kimi sol tərəfdə sanuzeldir. Yəni, hamamla sanitar qovşağı ikisi bir yerdədir. Təmir vəziyyətdədir. Ev sərgəli evdir. Otaqlarda genişdir. Nəzərinizə çatdırım. Sağda, burada 32 kvadratlıq qonaq otağı, 4-ün 8-ə. Geniş bir qonaq otağıdır, gördüyünüz kimi. Baxın, hörmətlicə, böyük bir məclis eləyə bilərsiniz burada. Zalda genişdir. Bura uşaq otağıdır, balaca bir uşaq otağıdır. Gördüyünüz kimi də uşaq otağı da təmir vəziyyətdədir. Birbaşa öz həyətinə baxır, pəncərəsindən tam rahat havalanma uyğundur. Burada böyük bir 4-ün 4-ə, 16 kvadratda bir yataq otağıdır. Gördüyünüz kimi tak qoyulub, yan tərəfləri bax belə açıqdır. Şkaf yan tərəflərində də keçmək mümkündür. Genişlik yanı göz qabağındadır, 16 kvadratdır. Yəni, böyük bax, şkaflar qoyulub, tak qoyulub, hamısının ətrafına rahat gəzmək olur. Genişliyin siz nəzərinizə çatdırıram ki, hörmətli izləyicilər, yəni otaqları genişdir. Sonda da bura mətbəxdir. Mətbəx də gördüyünüz kimi haradasa 15 kvadrata yaxındır. Yenə də öz pəncərəsi rahat, işıq düşür pəncərəsindən. Yəni evin demək olar, pəncərələri tam havalanmaya uyğundur. Gördüyünüz kimi də, yəni təmiri də yaxşıdır. Əsas odur ki, 400 manatda gəliri var, hörmətli izləyicilər. Qiymət də yəni münasibdir. Əlavə elə bir 3 ev birdən satılır, belə deyək. 3 ev birdən satılır. Hörmətli izləyicilər, kimlərsə evini satmaq istəyirsə 055-389-3808 nömrəsi ilə əlaqə saxlayın. Evlərin satılmağına köməkli göstərə bilərik. YouTube-da, Instagramda, TikTokda Seçal Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətə evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılır. Kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər, zəng vuran zaman mütləq kodları götürün. Evin qiyməti də 127 min stat qiymətdir. 3 ev demək olar. 2 kirayə şəhər, 2-dən kirayə 400 manat, bir də evin özü. Yəni, rahat ayda bilin ki, 400 manat gəliriniz var. Yəni, bundan arxanılın. Hal-hazırda da kirədə adam yaşayır. 127 min stat qiymət.
Real alıcı olsa indirim olmağına olacaq. Birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözdə hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.